Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Tacikistan Milli Kitabxanasında yaradılan Azərbaycan Ədəbiyyatı Guşəsinin açılış mərasimində iştirak edib. Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilmiş tədbirdə alim Nizami Gəncəvi və Əbdürrəhman Cami mövzusunda məruzə ilə çıxış edib. Nizami Gəncəvi və Əbdürrəhman Caminin ədəbi irsi və yaradıcılıq məziyyətlərindən söz açan akademik Teymur Kərimli bildirib ki, əsərlərində ədalət, humanizm və səxavəti tərənnüm edən hər iki dahi şairin sülh və tərəqqiyə çağıran qiymətli mirası bəşəriyyət üçün zəngin həyat məktəbidir. Tədbirdə həmçinin Azərbaycanın Mədəniyyət Nazirinin müşaviri Aliq Əmirbəyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Tacikistan Milli Kitabxanasının direktoru Farzalizadə Cumaxon, eləcə də hər iki ölkənin elmi-ictimai xadimləri və media nümayəndələri iştirak edib. Qeyd edək ki, Azərbaycan Ədəbiyyatı Guşəsində oxuculara 250-dən çox nəşr təqdim edilib. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb.